Şir və ağcaqanad. Ağcaqanad uçub Şirin yanına gəldi və qışqırdı. Mən səndən qorxmuram. Sən məndən güclü deyilsən. Bir düşünsənə, sənin gücün nədədir? Sənin gücün ondadır ki, cırmaqlayıb dişləyirsən. Bunu əri ilə dalaşan hər bir qadın edir. Yox, mən səndən daha güclüyəm. İstəyirsən döyüşək. Bunları elan edən ağcaqanad aslanın burun dəliliyin yanında tük olmayan yerdən onu sancdı. Şir öz caynağı ilə üzünü cırdı. Ağcaqanad qalib gəldi və bu qələbəni uçub hamıya elan etmək istəyirdi ki, hörümçək toruna düşdü. Məhv oldu. Öz-özünə dedi ki, ən güclü düşməni ilə dalaşıb qalib gəldiyi halda ən miskin həşəratın əlindən öləcək. Təmsil dahilərə qalib gəlmiş, cahilər tərəfindən ram olunmuşlara aiddir.